Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Today Press TV xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdir. Digər erməni müttəhimlər də verilmiş ittihamlarda təqsirli bilinib. Arkadi Qukasyanla Bako Saakyan ayrılıqda 20, Madad Babayan, Melekset Paşayan 19, Qarik Maritosyan 18, David Allahveryan və Levon Balayan 16, Vasili Begloryan və Gurgen Sperayan Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilib. Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-sində başlayıb. Dekabrın 26-sında məhkəmə kollegiyası müşavirəyə gedib. Namiq Abbasov, Today Press TV.